Hörmətli müştərilərimiz, yeni mənzilimizdə həyət yanı sahədə evin tör hissəsinin fasad işlərini demək olar yekunlaşdırmışıq. Bir dənə bu qırağın kantları, evin rampa hissəsi emissiyalanmalıdır ağ rəngində. İçərisinə yarım mat rəngində olan açıq göynəkdə səliqəli evin üzərinə yaraşacaq silikonlu emissiya vurmuşuq. Həm yumaq olur, təzyiqli su ilə üzərinə yuyursan 10-15 il qalma müddəti var. Keyfiyyətli emissiyalı heç bir şeydə olmur. Tarsaqların üzərindən bu emissiyalardan alıb vurmaq daha məqsəd uyğundur ki, uzun müddətlidir, keyfiyyətli və səliqəli görünüş verir, parlaqlıq verir. Qiyməti digər emissiyalardan biraz fərqlidir, ancaq 2-3 ildən bir emissiya dəyişməkdənsə bu cür səliqəli emissiyadan vurmaq daha keyfiyyətdən evin üzünü səliqəli formada göstərir. Baxa bilərsiniz, komandirin küçəsindəyik. Səliqəli formada hazırlanıb, super şəkildə. İnşallah tam yekunlaşdıqdan sonra digər hissələrini çəkib paylaşacağım. İçəri hissəsinə də krem rəngində yarım mat emissiya vurmuşuq burada. Boyda da baxa bilərsiniz. Qəşəng parlaqlıq verir burada. Super emissiyadır. Ümumiyyətlə içəri bağlı, qapalı ərazilərə, yerlərə açıq emissiya yaxşı ki, içərinin ab-havasını açsın. Bir dənə burada apşıqamızın bəzəyi qalıb. Onu niyə saxladıq? Emissiya vurandan sonra başlayıb yığacaq inşallah. Baxa bilərsiniz, yandan göstərəndə parlaqlığı görsənir. Səliqəli formada qəşəng təhvil verir inşallah. 10 gündür bu mənzildə işləyirik. İnşallah bir həftə, maksimum bir həftəlik işimiz qalır. Başaqdan süpürgəli vurulacaq, yerin daşı dəyişilmir. Emissiyanı vuranda aparatla vurulur. Aparatla vuranda daha səliqəli göstərir. Ləkələr qalmır. Bu dirəklərdə hamısı apşıqla ilə bağlanacaq, səliqəli formada ev sahibinə təhvil veriləcək. Baxa bilərsiniz yandan görünüşünə. Səliqəli formada qəşəng səliqəli çıxır. Gəncə şəhərindəyik biz. Əgər istəyən olsa əlaqə saxlaya bilər. Tez bir zamanda keyfiyyətli şəkildə işlərimizi görüb təhvil verə bilərik. Allah hamının rızqını versin. Çox sağ olun.